Xalamın əri Manaf Ağayevdən qorxur, amma Facebookda Putini hədələyir. Və yaxud nə bilim, Şuşada isti var, oradan mənə isti su gətir. Mən də Şuşada idim, gələndə birdən yadıma düşkən, buna isti su gətirməmişəm. Düşdüm o Lökbatanda bulaqdan tulkanı doldurdum şüşəni, gətdim verdim, içib belləri. Həmin daddır, dəyişməyib. 3 gündən sonra deyir ki, təzyiqimiz adımı düzəltdi o Şuşa üstüsü ilə. Bir dənə dostum var mənim, rayona gedib müdürdən icazəsiz. Müdür buna zəng eləyib ki, hardasan, deyib Beyləqanda. O da deyib ki, gəlində mənə bir dənə Beyləqan quzusu gətirməsən də işə gəlməsən, işdən çıxardıram. Bu da içib eləyib, gəlib indi bura yadından çıxıb Beyləqan quzusu gətirməyib. İndi gəlib mənə deyir ki, mən təzyiqdən bir də gərək Beyləqana qal. Dedim, başın xarabdır, Beyləqana nə qal. Getdi burada elmlərdə bir dənə quzu da al apar, deyim Beyləqandan gətirmişim. O da aparıb verib müdürə, müdür də deyir, gündə yer gəlir, Beyləqan quzusunun dadı başqadır. Dadı başqadır. Bizdə biraz fərq var, amma insan özü də biraz... Düzdür, mən də sizdən razıyam ki, Beyləqan quzuları burada o tuzlu ot yeyirlər. Bəli. Tuzlu ot yeyirlər. Onların əti də. Amma insan biraz da qoyur da onun üstə. Yəni biraz da qoyur şişirdir. Yəni bizim həyata münasibətimiz belə öz uydurmaqlarımızdan ibarətdir daha çox. Bu iş adamı olub, bütün hər şey, pulu da hər şey əldən çıxıb, deyir, indi məni tutacaqlar, gəlmişəm səndən kitab alım ki, türmədə oxuyaram. Nə ilə? Deyir, dələduzluq maddəsi ilə cinayət işi açılıb, böyük ehtimal tutacaqlar. Buna qayıtdım, sual verdim ki, həqiqətən dələduzsa, mənə çox gözəl bir cavab verdi. Deyir, biraz özümdə var, biraz da üstünə qoyublar. Deputatlığa namizəd olub. Hansı namizəddən soruşsan, hamı deyir ki, mən seçilmişdim, səsimi oğurladılar. Deyə də bilmir, dairədə 15 dənə namizəd var, hamısı deyir, mən seçilmişdim. Deyə bilmirsən ki, sən kimsən, sənə səs verələr. Bax, sən nə hörmətin var cəmaat arasında, nə sadəcə ümumi nizam dağılanda, ümumi tərəzi xarab olanda, hərə öz əlində işləyəni düz hesab eləyir.